Martın 11-i İndoneziyanın 36, Çinin isə 3 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub. Təxliyə olunan İndoneziya vətəndaşlarından 3-ü diplomatdır. Onlar sərhədi buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Ümumilikdə isə İrandan Azərbaycana indiyədək 72 ölkənin 2225 vətəndaşı təxliyə olunub. Təxliyə olunanların 394 nəfəri Azərbaycan vətəndaşıdır. Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubayda xəsarət alan və xəstəxanaya yerləşdirilən Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb. Həmin şəxsin Dubaydan müntəzəm reyslə Azərbaycana geri qayıdışı nəzərdə tutulur. İranla müharibə tezliklə bitəcək. Bununla bağlı Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bildirib. Trump müharibənin özünün istədiyi vaxt bitəcəyini açıqlayıb. Amerika Birləşmiş Ştatları prezidenti bildirib ki, İranda faktiki olaraq hədəf alınacaq bir şey qalmayıb. Bu müharibə əla gedir. Biz cədvəldən xeyli irəlidəyik, Trump qeyd edib. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.